Kubrick'in Clockwork Orange filmini təbii ki, hamımız bilirik, ən məşhur filmlərindən birisidir və mən də təbii ki, bu filmi izləmişdim, amma kitabını oxumamışdım. Səsli kitabda kitabını dinlədim və istəyirəm ki, bu video ilə onun qarşılaşdırmasını eləyim. Çünki kitab və filmdə çox, özəlliklə sonlara yaxın çox önəmli dəyişimlər var, fərqlər var. Və bu film də onsuz da, yəni Kubrick rejissorluq olaraq da bilirik ki, bir şəxsiyyət olaraq da çox sensasional belə bir şəxsiyyət idi. Onun ölümü haqqında da bilirik. Çox müzakirəli və qaranlıq məqamlar var və bu film barədə birinci onu deyim ki, kitabda və filmdə məni ən çox sevdirən, yəni marağımı yaratmasına səbəb azad iradə mövzusudur. Bunu Sabahattin Alinin İçimizdəki Şeytan kitabında da danışmışdım. İnsanın azad iradəsi varmı, yoxsa bizi Jokerin də dediyi kimi şərtlərə görə uyğunlaşırıqmı? Çünki süni intellekt vasitəsilə aparılan testlərdə də artıq bu qənaətə gəlinir ki, bizlər sadəcə icra edici varlıqlarıq. Əslində belə xüsusi bir iradəmiz, seçimlərimiz yoxdur. Şərtlər nədirsə, bizə yazılan hekayə nədirsə, o şərtlərə uyğunlaşdırılmış qərarlar verə bilərik. Yəni qısaca azad iradə deyilən bir şey yoxdur. Bu əsərdə isə demək, azad iradə mövzusu necə müzakirə edilirdi? Bilirik ki, başqa bir mövzu, alimlər aparılan, yəni 2-ci Dünya müharibəsindən sonra özəlliklə hər insanların üzərində apardıqları testlər artıq müzakirələrə səbəb olurdu və çox vəhşi, vandal testlər aparırdı insanların üzərində. Artıq bu etika mövzusu gəldi, alimlərə, elm adamlarına qısıtlamalar gətirildi ki, bundan əvvəlki videoda da danışmışdım. Yəni bir faydaçılıq olaraq insanlara, dünyaya fayda vermək üçün nəticə dəyişmir. Sən bir insana zərər verə bilməzsən. Burada da totalitar bir dünyada deməli elm adamları bir gəncin üzərində test aparırlar. Demək, hekayə belə başlayır. Alex adlı gənc 12-15 yaş aralığındadır bu gənclər. Qrupları var və mən bu əsərdə ilk dəfə səsli kitabda, daha doğrusu dinləyəndə üslubu diqqətimi çəkdi. Deməli, üslubu, belə bir üslub var imiş. Rus və İngilis dilinin qarışığı bir üslubuymuş. Nadsat adlanır. Nadsat adlı uydurma bir dildə yazılıbdır bu kitab. Səsli kitabda belə dinləyəndə anlayacaqsınız nə dediyimi. Məsələn, qardaşlar deyə müraciət eləyir. Çox argo dili də deyərdim. Yəni biraz argo qarışığı dildir. Deməli, bu gənclər ağlınıza gələ biləcək hər mundarlığı eləyirlər, hər şiddət eləyirlər. Yəni sıradan oğurluq və yaxud da ki, sıradan cinayətlər deyil. Çünki yetişkinlik dönəmində hər kəs meyilli olur. O normlara tabi olmamış oluruq və hər birimizin içində o vəhşilik olur. Amma bunların elədikləri, yəni məsələn təcavüzə qədər gedən insan öldürürlər. Yəni sonda onsuz da Alexin tutulmasının səbəbi də dostlarının ona xəyanət eləməsi, intiqam alması səbəbindən Alex tutulur. Bir qadını öldürür, yaşlı bir qadını. Deməli, bu qrup üzərində, yəni elə biləcəklər, bir də süd içirlər. Alex qəribə şəkildə Beethovenin heyranıdır. Mən bu haqda da Beethovena olan heyranlığı barədə sonra danışacağam. Deməli, nəysə, bu gənclər filmin başında, kitabın da əvvəllərində bütün belə cinayətlər eləyirlər. Ailəsi ilə bağ soruşsaz, filmdə də belə qəribə təsvir edilibdir ailəsi. Məsələn, ailəsi çölə çıxmaqdan tutalım, qorxular və Alexlə dialoqunda deyirlər ki, indi sən gecələr tutalım olmursan, saatlarla evdə olmursan, soruşurlar ki, Alex hardasan? O da deyir ki, mən nəticə olaraq pul qazanıram da, yəni pul qazanır deyə sırf 12-15 yaş arasında uşaqlardan gedir söhbət. Valideynlər ona nəsə demirlər, yəni deyir, nəsə iş görürük. Belə deyim, məsuliyyətsiz bir növ tip valideynlər olurlar, yəni heç bir müdaxilə eləmirlər uşağa sırf buna görə. Və bu gənclər Alex dostları ilə arasında çaxnaşma yarandığı üçün dostları bundan intiqam almaq istəyir. Hətta biri deyərdim dostlarının.
və onu deməli bir yaşlı qadının evini soyduqları səhnə, bu səhnə çox önəmlidir. Filmdə ən önəmli səhnədir. Çünki bu səhnədə qadını öldürərkən çox belə əyləncəli, ritmik bir mahnı ifa eləyir və bu səhnə səbəbilə Kubrick deyərdim ki, filmin özü rejissor olaraq çox söz söhbətlər yaradıbdı bu film və öz filmini dayandırıbdı. Deməli, bu səhnədən sonra gənclər gedib evlərə girib bir qrup eynilə oradakı obrazın, Alexin oxuduğu mahnını ifa eləyə-eləyə cinayətlər törədirmişlər və bu müzakirələrə səbəb oldu. Kubrick'i təzyiqlər edilirdi ki, sən gəncləri şiddəti belə deyim, romantikləşdirmisən və yaxud da gözəl göstərmisən ki, kitabın müəllifi də eyni tənqidləri Kubrick'i sevsə də, onun sənətini qiymətləndirsə də, o da düşünür ki, mən şiddəti belə təsvir eləməmişdim, amma sən şiddəti qəşəng bir şeymiş kimi təsvir elədimsən, belə deyək. Aralarında da onsuz da intriqalar yaranır və Kubrick özü də bu mövzuda açıqlama verir ki, yəni mənim məqsədim bu olmayıbdır. Şiddəti orada gözəl göstərməyə falan çalışmamışam, amma nəticə etibarilə daha sonra Britaniyada bu filmin yəni geri çəkdi, filmini geri çəkdi, göstərimin dayandı, uzun illər qadağan edildi bu film və Alex həbsxanaya düşür. Həbsxanaya düşdükdən sonra o deməli Ludwiko eksperimenti haqqında eşitdir. Ludwiko eksperimenti nədir? Biz bunu bilmək üçün birinci Pavlovun şərtləndirməsi, hansı ki itlər üzərində bu eksperimenti aparmışdı. Bunu qısaca danışım, çünki çox məşhur əslində eksperiment, yəni ki, hamınız bilirsiniz. Pavlov deməli itlər üzərində belə bir test aparır. Birinci, itlərə yemək verməzdən əvvəl zəng çalır və daha sonra yemək verir. Bunu dəfələrlə təkrar elədikdən sonra artıq zəng demək itlərdə anlayış yaradır ki, zəng gəlirsə deməli yemək gəlir və itləri zəng səsi eşidəndə ağızları sulanmağa başlayır. Yəni o heyvanı şərtləndirmiş olursan, bir şey hazırla. Zəng səsi onun üçün yeməyin gələcəyini xəbər verir. Deməli, bu eksperimenti, Ludwiko eksperimentini necə tətbiq eləyirlər? Hansı ki, Alex özü deyir ki, həbs yatmaqdansa, mən bu eksperimentə razıyam, mənim üstümdə aparın. Deməli, eksperiment nədən ibarətdir? Alexə çox şiddətli, yəni normal insanın baxa bilməyəcəyi şiddətli görüntüləri, təcavüz səhnələri, cinayət səhnələrini zorla izlədirlər. Yəni gözlərini filmdə də göstərilir ki, göz qapaqlarını göyə qaldırırlar. Baxmamaq kimi bir imkanı olmur. Damcı filan da tökürlər davamlı olaraq ki, göz qırpılmadığı üçün, sulanmadığı üçün, yəni göz damcıları atırlar və bu izlətdikləri zaman bu səhnələri Alexə ağrıdan, yəni bədənlərini ağrıdan dərmanlar, iynələr verilir. Yəni bir növ şiddətlənir. Alex artıq şiddət göstərmək istəyəndə şərtləndirmiş olur. Necə ki, it zil səsini eşidəndə artıq ağzı sulanır. Alex artıq şiddət eləmək istəyəndə o səhnələr izlədiyi an yadına gəlir və ağrı duymaya başlayır. Yəni, orada bir din xadimi də olur, bir rahib də olur. O, məsəl üçün, bu eksperimentin əleyhinə olur və deyir ki, bu eksperiment insanın təbiətinə ziddir. Yəni, sən bir insanı, deyək ki, onun Alexin iradəsinə və yaxud da ki, içindən keçən şiddəti aradan qaldırmış olmuruq. O yenə onsuz da şiddət eləmək istəyir. Sadəcə olaraq eləyə bilmir. Bu azad iradə deyil. Onun azad iradəsi, şiddət iradəsini, yəni biz hüquq nəyə deyirik, demokratiya nə deyirik? Yaxşı seçim olduğu kimi pis seçimi də. Yəni mənim pisi seçmə haqqım da var. Yəni o hüququmu əlimdən alma. O şiddət göstərmə hüququnu onun əlindən alırsan. Yəni onu insanı dəyişmirsən. O şiddət məsələsinin kökünə gedib həll eləmirsən. Şiddətə meyilli olmasının səbəbinə gedib kökünlərinə çıxıb onu müalicə eləmək başqa bir şeydir. Amma Pavlovun o şərtləndirməsi eksperimentindəki kimi bir insanı eksperimentə daxil eləyib onun iradəsini əlindən almaq tamamilə başqa bir şeydir və dediyim kimi bu qəbul edilməz bir elm adamları tərəfindən, rahib tərəfindən və müzakirə edilir. Çünki yenə də deyirəm, elm adamlarının apardığı bir çox eksperimentlər modern zamanda artıq insanlıq xarici, yəni
qəbul edilmir. Etika qaydaları artıq gəlmişdi, əxlaq girmişdi, əxlaq dilemması gəlmişdi. Qısıtlamalar deyərdik ki, yaradıldı alimlər üçün. İstədiyiniz hər eksperimenti insanların üzərində və yaxud da heyvanların üzərində apara bilmirsiniz. Yəni mən dünyaya fayda verəcəm deyə falan eksperimenti eləyim deyə bir şey yoxdur. Və deməli, Alexi artıq bu eksperimenti keçdikdən sonra azad buraxırlar cəmiyyətə. Nəyə görə? Çünki artıq onu zərərsizləşdiriblər. Çünki o gedib artıq kimsə öldürə bilməyəcək, kimsə onu vura bilməyəcək. Hətta səhnədə ilk olaraq eksperiment aparan elm adamları onu səhnədə izləyirlər. Alexi vurur bir adam. Alex qayıdıb ona müdaxilə eləmək istəyəndə, qarşılıq vermək istəyəndə ağrı duyur. Şiddətli ağrı hiss edir, əli qalxmır və yaxud da ki, qarşısına çılpaq qadın çıxardırlar səhnədə. Alex istəyəndə ki, məsələn, o qadının döşlərinə əl atmaq istəyir, fikrindən o şeylər keçir. Yəni, bunun içərisindəki o şiddət meylini qırmayıblar. Yəni, əl atmaq istəyir, amma ata bilmir. Bunlar tamam başqa şeylərdir. Eləmək istəməmək, eləmək istəyib, eləyə bilməmək tamam fərqli şeylərdir. Yəni, dediyim kimi, azad iradə mövzusu və Alex tamamilə artıq eksperiment yerinə yetirilibdir, cəmiyyətə buraxılır və daha sonra kitaba qədər uyğun gələn hissəsi Alex evə gəlir, evə gələndən sonra görür ki, valideynləri onun evinə başqa bir kirayəşin alıblar və o gedəndən sonra onu döyürlər, keçmişdə onun şiddət göstərdiyi adamlar onu döyürlər, o qarşılıq verə bilmir. Artıq bir növ kimliyini, hər şeyini əlindən alıblar. Çünki Alex deyəndə bizim ilk tanıdığımız şiddət idi və onun bütün kimliyini əlindən alırlar və Alex intiharı düşünür, intihar eləmək istəyir, intiharı gerçəkləşmir. Daha sonra o, bu arada Clockwork Orange onun evini basqın eləyir, filmin başında bir yazarın evinə basqın eləyir, yazarın arvadını da öldürür. Deməli, o kitabı orada görür ilk dəfə və qəribə gəlir. Yəni, kitabın adı da dediyim kimi Clockwork Orange biraz qəribə səslənir. Mexaniki insan, yəni bir növ süni insan, yaradılmış saxta insan kimi mənaya gəlir. Bunu Alexlə, yəni çox uğurlu ad seçilib, təbii ki, təsadüf deyil bu ad. Yəni bir növ quraşdırılmış insan, saxtalaşdırılmış, yəni Alex artıq quraşdırılmış insandır. Clockwork Orange-dır o artıq, yəni əldə düzəldilmə bir insandır və o kitabı, yəni ilk dəfə kitabın adını orada görürdük və daha sonra həmən adamın təsadüfən yenə evinə gəlir və adam təbii ki, onu ilk başda tanımadığını düşünürük. Çünki Alex onun evinə soyğun eləyəndə, arvadını öldürəndə, daha doğrusu adamı döyürlər, arvadına təcavüz edirlər, sonra öldürürlər. Üzü maskalı olur deyə, yəni burada bu səhnələr idi. Və daha sonra həmən adam Alexə kömək edir, amma sən demə artıq o Alexin kim olduğunu bilir və intiqam almaq istəyirdi. Daha sonra filmdəki, kitabdakı fərq buradan etibarən başlayır ki, 21-ci fəsildən etibarən. Deməli, kitabda bu eksperiment işə yaramış olur. Artıq Alex tamamilə cəmiyyət üçün təhlükəsiz, yəni eksperiment işə yarayır, təhlükəsiz bir insana çevrilir. Kitab bu sonluqla bitir. Kubrickdə isə tamamilə başqa və qaranlıq motivdə bitir. Çünki Kubrickdə sonlara yaxın biz anlayırıq ki, o intihar, hansı ki Alex intihar elədi və o dəyişdirilmiş olan insan artıq pozuldu, onun üstünə gedən eksperiment dağıldı və o yenidən son səhnədə anlayırıq ki, əvvəlki geri döndüm deyir. Məsələn, əvvəlki şiddətə meyilli olan yenidən əvvəlki Alexə dönüşür. Yox, burada kitabdakı bir detal yadımdan çıxırdım. Kitabda Alexin dönüşümü əslində belə olur ki, Alex deməli, o deməli eksperimentin təsiri itir. Burası niyə səhv danışdım ki, eksperimentin təsiri itir. Amma Alex öz şəxsi seçimi ilə, azad seçimi ilə şiddət atır. Bu isə necə baş verir? Çox qəribə şəkildə bu səhnəni canlandırmışlar. Əslində çox da xoşuma gəlmişdi.
Kitabda Alex köhnə dostlarından biri ilə qarşılaşır və o dostunun evlənib ailə sahibi olduğunu, uşaq sahibi olduğunu görür və onda da bu istək yaranır. O da istəyir ki, kimsə sevsin, kimlənsə ailə olsun və uşaq dünyaya gətirsin ki, bu bizim bilirik ki, təkamüldəki sağ qal və çoxal ən güclü ikinci instinktimiz uşaq dünyaya gətirmək, həyatda qalıb çoxalmaq. Yəni instinktiv olaraq da bu şey istəyir və dostu kimi olmaq istədiyi üçün şiddət atır. Yəni özü istəyərək dəyişir. Kitab əslində çox pozitiv bitirdi. Filmdə isə yəni bu səhnələr yoxdur. Kubrick bu səhnələri kəsir. Əksinə Alex yenə əvvəlki adam olur. Dediyim kimi müəllif də Kubrick'i sevsə də bu kitabın sonluğu ilə razılaşmırdı və dediyim kimi şiddəti orada çox estetikləşdirdiyini belə deyək düşünürdü. Kubrick'a buna görə qarşı gəlirdi. Eyni zamanda dediyim kimi, yəni zamanında bu film sensasiyalar yaratmışdı və toplum tərəfindən insanlar deyirdilər ki, gənclərimizi şiddətə səsləyir və Kubrick özü də açıqlama vermişdi ki, mən bu filmdə məqsədim bu deyildi və məsuliyyətini də alaraq filmini yəni geri çəkir, qaldırır. Yəni bu film belə azad iradə mövzusunda Kubrick'in ən məşhur filmlərindən birisidir. Kitabı da dediyim kimi səsli kitab da var, bunu da oxuya bilərik. Yəni belə.